Günəş bir gün qəfil sönsə yerə nə olar? Təsəvvür edin ki, günəş bir anda yox olur. Nə partlayış var, nə xəbərdarlıq. Sadəcə sönür. Bəs onda yer üzərində nələr baş verər? İlk olaraq bilməliyik ki, günəşdən gələn işıq yerə təxminən 8 dəqiqə 20 saniyəyə çatır. Bu o deməkdir ki, günəş sönsə belə biz bunu dərhal hiss etməyəcəyik. Təxminən 8 dəqiqə ərzində hər şey normal görünəcək. Səma işıqlı olacaq, quşlar uçacaq, insanlar heç nə başa düşməyəcək. Amma o 8 dəqiqə bitən kimi yer tam qaranlığa qərq olar. Sanki kimsə dünyanın işığını söndürür. Günəş işığı birdən-birə yox olar və süni işıqlar xaricində hər yer zülmətə bürünər. İşıqdan sonra ən böyük problem istilik olar. Günəş yer üçün əsas istilik mənbəyidir. O sönəndən sonra yer sürətlə soyumağa başlayar. Bir neçə gün ərzində orta temperatur sıfırın altına düşər. Bir neçə həftə sonra isə yer kürəsi buz kimi olar. Fotosintez dərhal dayanacaq, yəni bitkilər artıq yaşaya bilməz. Bitkilər öləndə onlarla qidalanan heyvanlar da ölər. Ardınca isə insanlar üçün qida zənciri çökər. Təxminən bir neçə ay ərzində yer üzündə həyatın çoxu yox olar. Okeanlar da tədricən donmağa başlayar. Əvvəl səthi buz bağlayar, amma alt qatlarda bir müddət həyat qala bilər. Dənizin dərinliklərində, yerin altında və ya süni istilik mənbələri olan yerlərdə yaşayan bəzi mikroorqanizmlər daha uzun müddət yaşaya bilər. Daha qorxulu tərəfi isə budur. Günəş yalnız işıq və istilik vermir, eyni zamanda yeri orbitdə saxlayan cazibə qüvvəsini də təmin edir. Günəş yox olsa, yer artıq onun ətrafında fırlanmaz. Yer kosmosun dərinliyinə doğru sürüklənər və tamamilə başıboş bir planetə çevrilər. İnsanlar nə qədər yaşaya bilər? Əgər əvvəlcədən hazırlıq olmasa, açıq səthdə həyat bir neçə həftə, maksimum bir neçə ay içində bitər. Yalnız yeraltı sığınacaqlarda, nüvə və ya digər süni enerji mənbələri olan yerlərdə yaşayan az sayda insan daha uzun müddət yaşaya bilər. Yəni, Günəş sadəcə bir ulduz deyil, o yer üzündə həyatın əsas səbəbidir. Günəş olmasaydı, nə işıq, nə istilik, nə də həyat olardı. Və bu fakt bizə göstərir ki, kainatda yaşamaq üçün nə qədər incə bir tarazlıq lazımdır. Belə maraqlı elmi mövzulardan xəbərdar olmaq istəyirsinizsə, bizi izləməyi unutmayın.